Futbol Bizon'la daha heyecanlıdır. 75 Nadir Orucov, 95 Simon Ensana ve 97 Vüsal Paşayev. Baş məhkçi Saşa İliç'ti. Görüşün baş hakim ekranlarınızda Nicat İsmail'in işarəsi verilir. Hakimin köməkçiləri Pərvin Talıbov və Zöhrəb Abbasov, 4-cü hakim Vüqar Həsənli. AFFA nümayəndəsi Asif Əliyev, hakim inspektor isə keçmiş FIFA referisi Anar Salmanovdur. Simon Ensana ötürmə qapı qarşısına. Rəsin Hacı'dan ötürmə. Geri qüvvətli zərbə. Top qapının üstündən keçir. Toxunuş və küncdən zərbə olacaq. Rafun zərbəsindən sonra top rəqib oyuncuya dəydi. Daha bir standart vəziyyət. Qayıdacaq keçlər, qol gözləyir. İndi zərbə qapıya. Top geri qayıdır. Zərbə üçün daha bir imkan olacaq. Vasquez oradan zərbə və gol! Ronaldo Vasquez 9-cu dəqiqədə çətinlik çəkdi. Səvail komandasından xatırladığımız Sadiq Məmmədzadə Qarabağa transferi və İcarə əsasında hazırda İFA-yı Aksu'nun formasını geyinir Sadiq Məmmədzadə. Bu isə qüvvətli zərbədən sonra topun qapıdan keçdiyi andır. Ronaldo Vasquez əla keçdi rəqibini. Vasquez! Sadiq Məmmədzadə! İki gözlər hərəkət izlədik. Qapı qarşısına Aleksa, ondan qapı qarşısına zərbə və Sadiq Məmmədzadə son anda. İzləyirik təkrarı. Aleksa Yankoviçdən ötürmə, boşla zərbə çox yaxşı idi Senacidən. Sadəcə orada Sadiq Məmmədzadə sayıqlığı itirmədi. Növbəti küncdən zərbə. Ninkoviç yaxşı gördü cəbə meydançasını. Daman ötürməsi gözəl alınır indi. Zərbə və son anda Sadiq. Bax, burada Ensana'nın zərbəsini dəf edir. Çox yaxşı gəlmişdi. Sumqayıt futbolçuları ötürmələrlə gəlmişdi onlar. Amma Sadiq səddini keçmək mümkün olmadı. Bax, bu epizodda. İnamlı oynayır Məmmədzadə. Ensana. Vasquez. Ara ötürməsi Vasquez'dən. Zərbə və top. Qapıdan yan keçir Nikola Ninkoviç'in zərbəsindən sonra oyundan kənar vəziyyət də var. Baxırıq təkrara. Xeyr. Oyundan kənar vəziyyət yox idi. Atam. Gözəl ötürmələr. Ronaldo Vasquez yerindədir. Sadiq Məmmədzadə. Nikola Ninkoviç'dir. Burada isə Sadiq Məmmədzadə zərbəni dəf etdi. Topu keçirmək mümkün olmadı oradan. Sumqayıtın hücumu davam edəcək. Oyundan kənar vəziyyət varmı? Qapı qarşı göndərilən top. Ver olsaydı. Açıq-aşkar görsənir də hətta bizim olduğumuz tribunadan belə. Vüsal Paşayev. İndi zərbə gələ bilər. Qüvvətli zərbə Sadiq Məmmədzadə. İki gözəl hərəkət yenə. Ensana'nın zərbə indirdiyi epizod və Sadiq Məmmədzadənin seyvi. Nadir. Ensana. Nazim. Raman. Yaxşı gördü Kamal yanaşın. İndi zərbə üçün imkan var. O zərbə gəlir və gol! Hesab bərabərləşir Sumqayıtda. 1-1. Kamil qardaşlı. Bu da epizodun təkrarı. Effektli zərbə Kamil qardaşlıdan və hesab bərabərdir Sumqayıtda. Roy Kehatı keçdi. Komanda yoldaşı ötürmə etdi və Kamil qardaşlı Xəyal Fərzullayev səddini də aşır. Hesaba tarazlıq gətirir. Nihat Əhmədzadə cəbə meydançasının ötürmə qapı qarşısına. Rüstəm Əhmədzadənin zərbəsi bloklanır. Küncdən zərbə.
Ötürmə qapı qarşısına. Hakim penalti təyin edir. Sarı vərəqə. Bax, bu da həmin epizod. Ronaldo Vazquez'də Sadiq Məmmədzadə ilə üzbüz. İşarə gəlir referiden. Vazquez. Vazquez və top qapıda. Ronaldo Vazquez dubl edir. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda Sumqayıtın 23 numaralı futbolçusu özünün və komandasının ikinci golunu vurur. Sadiq Məmmədzadə ilə topu ayrı-ayrı künclərə göndərir Ronaldo Vazquez. Əks hücum indi sürətli alınır. Rüstəm Əhmədzadə ötürmə gözləyir orada. Ötürmə Rüstəm istiqamətində. Əhmədzadə aldatdı rəqibini. Yaxşırma zərbə və top direğin yanından keçir. Burada. Aha, Bayraməli Qurbanovun üzünə zərbə var idi yoxsa yox. Ona görə hələ də qalxmayıb ayağa. Qurbanov bu isə Sadiq Məmmədzadə ilə dueldən. Yox, burada yüzə zərbəni görmədik bu epizodda. Burada bir daha baxacaq. Aha, bax bu da həmin epizod. Qolu ilə Ronaldo. Ondan qapı qarşı göndərir. Başla zərbə yerindədir. Sadiq Məmmədzadə. Hakim onu dayandırır çünki əvəzləmələr edilir. Kehat bədən hərəkətini aldatdı rəqibini. Ruslan Əliyev onun zərbəsi və yerindədir. Sadiq Məmmədzadə. Daha bir epizod. Yerə gəlir o zərbə və top direğin yanından keçir. Növbəti seyf Ruslan Əliyevin bax bu zərbəsindən sonra. Zərbəni dəf etdi, topu uzaqlaşdırır. Qapçı. Ardınca bax bu zərbəyə də yaxşı reaksiya verdi. Rüstəm. Kamta. Daha bir sarı vərəqə və Nicat İsmail'i kənarlaşdırır meydandan. Raman Hüseynoğlu. Yani belə bir an komandasının 1-2 hesabı ilə uduzur. Qapçı Özbüz Kamta aldatdı rəqibini. Kamta! İmkanı qaçırır Christian Kamta. Pressing yaxşı alındı. Aşırmağa çalıştı. Ama düzgün icra edə bilmədi bu epizodu Christian Kamta. Rüfət. Ruslan Əliyev yaxşı oynadı və indi Səbuhi Abdullazadə özlü qapçı ilə üzbüz qalır. Səbuhi ötürməsini etdi və bitir mübarizə. Növbəti qolu vurur. Aleksandr Romalingom hesabı 3-1 edir və bitir mübarizə. Əks hücumda yaxalandı. Musa Musazadə orada o bitirdi. Halbuki iki rəqibi ilə mübarizə aparardı. Daha fərqli oynamaq qərarı vermədi. Son iki standart vəziyyət, çox önəmli standart vəziyyət və ikisində də Musa Musazadə düzgün oynamadı. Birinci ötürmə bərk idi, bütün komanda yoldaşları öndə idi. İkincində də topu özündə saxladı və əlbəttə ki o anda növbəti gol vuruldu. Rüstəm Kamta Rayan Senacini keçir. Cəlmə meydançasına daxil oldu. Bizon Azərbaycan kubokunda növbəti 4-1 finalçı Sumqayıt komandası olur. Difai komandasını 3-1 hesabı ilə məğlub etdi. Sumqayıt futbolçuları amma çox əla mübarizə izlədik. Xüsusilə daha aşağı liqa təmsilçisi Difai komandasının sona qədər əzmlə mübarizə aparması alqışa layiqdir və onlar mübarizəni 8-1 finalda dayandırırlar. Sumqayıt'a uğurlar arzulayırıq. Növbəti mərhələdə biz reportajımızı başa çatdırırıq.